İkinci sual. Normal şəraitdə sıxlığı 2,5 olan alkenin 112 qramı neçə litr H-klorla reaksiyaya girər? Biz bilirik ki, alkenlərdə formul CnH2n-dir və bir pi rabitə var. Bir pi rabitə olduğuna görə 1 mol H-klordan reaksiyaya girər. Hər bir fərq yoxdur. 1 mol H-klordan reaksiyaya daxil olacaq. Bu aydın məsələdir. Və bizdə normal şəraitdə bilirik ki, normal şəraitdə istənilən qaz və qaz qarışığının həcmi 22,4 litrdir. Sıxlıq da verib 2,5. Onda M bərabərdir ρV ifadəsinə əsasən 22,4 vuraq 2,5 bərabərdir 56 qram eləyəcək. 56 qram. Mən bilirəm ki, bunun ml nisbi molekul kütləsi eləyəcək 56 qram. Və 56 qram alkenin reaksiyasına 22,4 litr, yəni 1 mol H-klor sərf olunursa, məndə məsələdə soruşur ki, 112 qram neçə litr H-klordan reaksiya girəcək? Bəs 112-yə nə qədər? Deməli, 56 22,4 isə 112-yə nə qədər eləyir? Bu da 2 dəfə çox, 44,8 edəcək. Deməli, hansı birləşmənin sinktaz ilə qarşılıqlı təsirindən 2 metil propan alınacaq? Deməli, propan deyir, propen alınacaq. Propen deyir, deməli, 2 metil propen, bu 2 metil propandan alınmalıdır. Butan anlayışını sonradan çıxartdıq. Və yadınızda saxlayaq ki, mütləq bunlar yan-yanaşı karbonda yerləşməlidir ki, yan-yana yerləşən karbonlarda. Oradan bromlar geçsin, 2 qat rabitə əmələ gəlsin. Bromlar geçsin, 2 qat rabitə yaransın. Yanaşı yerləşməlidir karbonlar. Məsələn, 1-2 vəziyyətdə. Ona görə də D variantı uyğun gəlir. 1-2 dixlor 2 metil propan. Butandır deyə yeni çıxıram və 1-2 yan-yana yerləşən karbonlardır. Məsələn, 13-cü sualda Y variantına baxın. Yan-yana yerləşən karbonlardadır bromlar. Sinkdən reaksiyasından sink gəlib bromları götürür. Sink brom 2 əmələ gəlir. Və bromlar gedəndən sonra burada bir 2 qat rabitə yaranır. Olur 1, 2, 3, 4, 5, penten 1. 2 qat rabitə yaxın olan tərəfdən nömrələdiyimiz üçün penten 1. Bilmirəm, çox sağ ol. Mütləq yan-yana seçməlisən. Yəni fərqi yoxdur. Məsələn 3-4 də ola bilər, 4-5 də ola bilər, amma əsas yan-yana. Mütləq. Çünki arada ən azı bir karbon qədər buraxsaq, onda siklik birləşmə yaranır. Həmin o halogenlər tərəfdən qapananda siklik birləşmə yaranır. Yəni qapalı quruluş. Siklopropan, siklobutan və s. Sonra var mı bu səhifədə? 20-ci sual deyir ki, hansı həcm nisbətində olduqda onlarda hidrogen atomlarının sayı bərabər olar? Hansı həcm nisbətində hidrogen atomlarının sayı bərabər olur? Bax, görək 20-ci sualı özün diqqətdən. Burada hidrogenlərin sayına bax. Eynidir də. Deməli, arasından bir dənə götürsəm eyni olur. 1-in 1-ə. Şərti başa düşmədim, ona görə mən. Bir hansı həcm nisbətinə götürək ki, bunların sayı bərabər olsun da. Çox sağ ol, mən başa düşdüm. Burada var başqa sual bu səhifədə. Əlikram. Xeyr. Burada 42 və 45 var mənim. 45 məndə də var, 42 də var. hansı karbhidrogen H-klor ilə 2 klor 2 metil pentan əmələ gətirər? 2 klor
2 metil pentan. Biz onun formunu yazaq. Pentan deyir 1, 2, 3, 4, 5. 2 xlor deyir, ikinci xlor qoyuram. 2 metil deyir, bura metil qoyuram. Hə. Hansı karbohidrogen 2 xlor, deməli, H xlor ilə reaksiyasına 2 xlor 2 metil pentan alınır. Mən baxıram ki, burada əsas zəncirdə 5 karbon atomu olmalıdır. Bura və 2 qat rabitə daxil olmalıdır əsas zənciri. Buradan belə götürsək 1, 2, 3, 4, 5 var. Ancaq ikincidə də metil var, üçüncüdə də metil var. Bu lazım deyil, olmaz. Mənə bir dənə metil qrupu olmalıdır. Hə. Burada baxıram, əsas zəncirə 4 karbon atomu, mənə 5 lazımdır. Ümumiyyətlə alken deyil. Bu 3 qat rabitədir. Alkindir. Bura baxıram. Əsas zəncirə 2 qat rabitə daxil olmalıdır. 1, 2, 3, 4, 5 bəli var. 2 metil deyil, ikinciyə metil birləşməlidir. Var. Hə, budurcaq, budurcaq. İndi qoyub yoxlayarıq. Burada 1, 2, 3, 4, 5, 6. Əsasən 6 dənədir. Bu da deyil, mənə 5 lazımdır. Elə cavab D-dir. Gəlin yoxlayaq. D-də bunun üzərinə mən bir H xlor gəlsəm, hidrogeni çox olana, xlor da hidrogenin az olana birləşəcək. Alınacaq CH3, CH, sonra yuxarıda bir dənə CH3-ünü qoyuram. Xlor da karbon, deməli, hidrogeni az olana birləşir. Yəni, bura birləşir. Sonra CH2, CH2, CH3. Elə bu 2 xlor 2 metil pentandır. Cavab D variantı uyğun gəlir. Gördünüz necə bir-bir analiz eləyə gəldim. Bəli, məmnun. Çox sağ olun. Birincinin ona görə sizdəki o da 5 dənə olmalıdır. Karbon 5 atomlarının dənədir əsas ikinci zəncirdə. Əsas zəncirdə 5 dənədir, amma 2 dənə metil qrupu var da. Mənə bir dənə metil qrupu lazımdır. Radikal kimi. şey olsaydı orada dimetil pentan olardı da yəqin. Bəli, o olmalıydı. 2-3 dimetil pentan. Ha, bildim mən. 45 də var. Trimetil etileni beynəlxalq üsuldan adlandırın. Etilen deyir, qoyuram. Təbii ki, bu səmərəli üsuldur. Səmərəli üsulda ilkin nümayəndəsini yazırıq. Hidrogenləri başlayırıq radikallardan əvəz olunmaq. Trimetil deyir 3 dənə hidrogeni, yəni əvəz elə. 3 dənə hidrogeni metil qrupundan əvəz elə. Birincisi 2 dənədir. Bunun biri metil, bura 1 metil qoyuram. Burada da 2 dənə hidrogendi, biri metil qoyuram, amma birini hidrogen kimi saxlayıram. Deyir ki, trimetil beynəlxalq üsuldan adlandırsaq, olacaq 2 metil buten 2. C variantı. Başa düşdün Fatimə? Bəli, məmnun. Mən burada 2 metil buten için niyə görə yazdıq burada? Ben buten 1 yazmışdım. Ondan. Buten 2'də çünki sayanda ikinci karbon atomu birləşir. Adlandırmaq üçün əvvəl zəncir seçirsən, 2 qat rabitə yaxın olan tərəfdən nömrə alırsan. Mən görürəm ki, 2 qat rabitə hər iki tərəfdən həm soldan sağa, həm sağdan sola eynidir. Onda da hansında metil radikalı varsa o tərəfdən nömrələnmə davam etdirilir. Ben bildim. Çok sağ olun. Burada Birinci sualda deyilir, alkenlərdə hidrogenlə kütlə payı. Kütlə payı ilə, yəni molyar kütlə. Burada hidrogen sayı artdıqca molyar kütlə də artacaq. yox, burada hidrogenin kütlə payı molyar kütlədən asılı olaraq dəyişmir. Ümumiyyətlə 2 dənə nümayəndəsini yazsaz bunu da görə də bilərsən. Məsələn, C2H4 yazıram, C3H6 yazıram. Burada 4 bölək hidrogen kütlə payı deyəndə hidrogen kütləsinin ümumiyə nisbəti. 4 bölək 28-dir bunun kütləsi. Burada isə 6 bölək 36, 6, 42-dir. Yenə bunu
4-ə ixtisar eləsək 7-də 1 qalır. Buradakini də 6-ya ixtisar eləsək yenə də 7-də 1 qalır. Yəni istənilən üzvünü götürüb müqayisə eləsən 7-də 1 alasın. Yəni deməli hidrogen kütlə payı molekyar kütlədən asılı olaraq dəyişmir, sabit qalır. Ümumiyyətlə alkanlar üçün karbonun bunu qayda şəklində özünüzə qeyd edin. Karbonun kütlə payının molekyar kütlədən asılılığı get-gedə artır. Hidrogenin kütlə payının molekyar kütlədən asılılığı azalır. Bunu müqayisə üçün iki nümayəndəni yazıb müqayisə etmək olar. Mən hələ ki qayda kimi yazıb, sonra sübut edərəm. Deməli, bu alkanlar üçün. Amma sikloalkan, eyni zamanda alkenlərdə karbonun kütlə payının molekyar kütlədən asılılığı, eləcə də hidrogenin kütlə payının molekyar kütlədən asılılığı sabitdir. Sonra alkadiyində və alkinlərdə, eyni zamanda alkenlərdə. Bunların hamısında alkenlərdə yox. Mən nə alken yazdım? Alkadiyen və alkinlərdə. Alkin, sikloalkan asıl deyil. Alkadiyenlərdə və alkinlərdə karbonun kütlə payının molekyar kütlədən asılılığı tərs, hidrogenin kütlə payının molekyar kütlədən asılılığı düz mütənasib asılıqdadır. Alkanlarda karbon artır, hidrogen azalır doymuş birləşmədə. Alken, sikloalkan dəyişmir. Alkadiyenlərdə, alkinlərdə isə karbon azalır, hidrogen artır. Bunun sübut üçün bir dənə alken götürək. Məsələn, CH4 götürürəm. Bir də C2H6 götürürəm. CH4-də karbonun kütləsi 12-dir. Bölürəm ümumiyə, yəni 16. İxtisar gedəndə 4-də 3 eləyir 0,75. İndi mən C2H6-ya baxıram. Karbonun kütləsi 24-dür. Bölürəm 30-a. Bunları neçəyə ixtisar eləsək? 6-ya ixtisar eləsək qalar yuxarıda 4. Bu da 5. O da 80%. Görürük ki 0,75, daha doğrusu bu da 0,8 edir. Bu da 0,8. Görürük, metandan etana keçəndə artıq karbonun kütlə payı artmış oldu. Ümumiyyət, karbon kütlə payı artırsa hidrogen azalmış olacaq. Əksinə, o ki kompensasiya olsun, yəni belə. Sonra sikloalkanla alkenin formulu eynidir, nümunə gətirdim. Alkadiyenlərdə də formul CnH2n çıxış 2-dir. Yəni bunların hər ikisinin formulu eynidir. Bunlar sinflərarası izamlərdir. Məsələn, götürürəm C3H4, bir də C4H6. C3H4-də 36 bölək 40, C4H6-da 48 bölək 48 6 54. İndi bunları ixtisar eləsək 4-ə 9 bölək 10 eləyər, 0,9. Bunu da ixtisar eləsək 6-ya. 6-ya ixtisar eləsək 8 bölək 9 qalar. 8 bölək 9. Bu 8 də bunu 9-a böləndə 89. O üçün o 0,9-dan az olur da 0,80 neçəsi olur. Yəni burada görürsən ki, karbon kütlə payı azalmış oldu. Yəni ən azından qrafikləri unutsam belə, hər hansı bir sinfin nümayəndəsi soruşulursa, onun 2 nümayəndəsini yazın, müqayisə edin, qoyun bura. Amma ümumi belə çıxarılmış formada mən sizə dedim də ki, alkanlarda karbon artır, hidrogen azalır, sikloalkanda alkində sabit qalır, alkadiyində karbon azalır, hidrogen artmış olur. Bu da belə. Baxın. Yəni oxşarları götürəcəyik. Birindən. Yox, yəni ki, məsəl üçün birinci uyğun gələr. Bura CH3, bura CH3. Əsas odur ki, bir cütü eyni olsun. Xlor. Bunlar da eynidirmi?
digər cüt bir dənə xlor olmasın da, yəni bir cütü eyni olsun, üçüncü artıq həmin o cütdən eyni ola bilməz. Yəni üçüncü də xlor ola bilməz. Onda sistans əməli əmələ gətirmir. Amma digərləri hər ikisi CH3 CH3 də ola bilər. Biri CH3, biri C2H5 də ola bilər. Hər ikisi C2H5 C2H5 də ola bilər. Digərləri artıq fərqli də ola bilər, eyni də ola bilər. Ona görə cavab burada A variantı uyğun gəlir, hamısı uyğun gəlir burada. Əsas odur ki, bir cütü eyni olsun, digəri üçüncü həmin o bir cütdən eynilik təşkil eləməsin. Üçüncüsü də gəlib xlor olmasın yəni. Hə, məsələn, burada əgər biri xlor versəydi, o zaman o götürməyəcəkdi o variant. Bəli, o sistans əməli onu da mənə gətirmir. Bildim mən. Baxıram ki, mən burada ancaq birini üçü uyğunlaşdıra bilirəm. Elə bir cavab da Yox, olmadığına üçü də uyğun gəlir, üçü də uyğun gəlir. Yəni bu fərqli də ola bilər, eyni də ola bilər, iki də uyğun gəlir. Bəs əgər onlar müxtəlif verilsəydi, tutaq ki, biri xlor, biri adi xlor brom olsaydı, tutaq ki, yuxarısında onda eynilər götürəcəkdik də yalnız. Bəli, aşağısı xlor brom olsaydı, yuxarılar mütləq metil ya da C2H5. Bir cüt eyni olmalı, bir cüt. Hə, bildim mən. Çox sağ ol. Buyur. Bu səhifədə yoxdur. Ay Əlikram, səsin çıxmırsan, neçəyə qədər işləmsən? Məndə də 54-55 sual idi. O səs çıxardım. Hə. Fatimə de görüm. Burada 64 var mən. 2 mol Onda altın. ondan Hə. Nə deyirsən? ondan Sən neçəyə qədər işləmsən? Altı. Fatimə? 60. 100-ə qədər. 2 mol alken, 1 mol alkandan ibarət qaz qarışığı artıq miqdarda götürülmüş kalium permanganat məhlulundan buraxılırsa, qabdakı maddələrin ümumi kütləsi nə qədər artar? Alkenin kütləsi qədər. Niyə? Alkan kalium permanganatı rəngsizləşdirmir, bromu suyu rəngsizləşdirmir. Alkan kütləsi nədirsə, məhlula buraxmısan buradan, o tərəfdən də çıxacaq. Yəni onda heç bir dəyişiklik baş verməyəcək. Amma alkenin kütləsi dəyişir. Çünki alken oksidləşəcək. Alken kalium permanganat iştirakında oksidləşir, etilen qlikol alır. Yəni alkenin kütləsi nə qədərsə, qabın kütləsi də o qədər artmış olacaq. Elə bir ki, qabdır, içərisinə alkanla alkeni buraxmısan, alkan elə buradan gəlir, o tərəfdən uçub gedir, amma alken içəridə oksidləşmə gedir deyə ilişib qalır. Nəhayətdə alkan təsir eləmir, uçur. Amma alken hesabına ki, o reaksiya girir, onun hesabına qabın kütləsi artır. Alken də nə qədərdir? 2 mol. Bir alkenin kütləsi CnH2n-2-dir. 14n-2-dirsə, 2 mol alken eləcək 28n çıx, yox. 2n alken deyirəm, mən də alkadiyen beynində tutmuşam. Bir alken CnH2n-dirsə, 2 mol alken eləcək 28n. Bəzi qruplardan alkenlərdə idim bugün. Bəzən də aromatik beyin üzrə qarşımaları olur. Neçə qrupa dərs keçəsən. Başa düşdünüz? Yəni kütləsi nə qədərsə alkenin o qədər artım olacaq. Alken də 14N-də 2-yə vursaq eləcək 28N. Burada məsəl üçün deyə bilərik ki, alkanlar doymuş olduğuna görə, yəni onları nəzərə almırıq. Alkenlər amma doymamışsa permanganat. Bəli, təbii ki, o doymuşdu deyə onu nəzərə almırıq da, o necə gəlir, elə gedir, o reaksiya girmir axı. Bildim mən, çox sağ ol. Bu arada biz disoklu alkanları vermişdiniz bizə. Məncə verməmişsiniz ümumiyyətlə bizə disoklu Yox, alkanları. siklik birləşmələri alkinlərdən sonra keçəcəm. Bu günlərim alkinlər, sonra da sikloalkanlardan alkanları, aromatikləri belə keçəcəm. Bu var da dərslikdə.
C2H5OH parçalanır. Ondan C2H4 üstəgələ su alınır. Təzədən C2H4 hidrogenləşir. Nə istəyir bizdən? Hidrogenləşmə, hidratlaşma. Hidratlaşma. Bu dehidratlaşmadır. Suyun çıxarılması dehidratlaşmadır. Suyun birləşdirilməsi hidratlaşmadır. Bu dehidratlaşma. Dehidrat. İkinci reaksiya isə C2H4 üstəgələ H2 C2H6 alınır. C2H6. Bu artıq oldu hidrogenləşmə. Deməli, ikinci hidrogenləşmədədir. Üçüncü dehidrogenləşmə, hidrogen çıxır. Dördüncü isə hidratlaşma, yəni C2H4 üstəgələ H2O. Birləşdir də bunları əlikram. C2 H5 hidrogen sayı 6 dənədir. 5-ni bura qoyuram C2H5OH. Deməli, dördüncü hidratlaşmadır. İkinci də hidrogenləşmə. 2, 4. C variantı uyğun gəlir. Yəni suyun birləşdirilməsi hidratlaşmadır. Ayrılması dehidratlaşma. Hidrogenin birləşməsi hidrogenləşmədir. Ayrılması dehidrogenləşmə belə. Buradan başqa sual var? 81-82. Reaksiya üçün hansı ifadədir? Bromlu su yazıb, görürsünüz. Yazıb bromlu suyu rəngsizləşdirir. Bu doğrudur. Çünki bromlu suyla reaksiya girir. Bu da bromlu suyu rəngsizləşdirməkdir. Doğrudur. Adi şəraitdə gedir. Bəli, adi şəraitdə gedir. Əvəz etmədir, yox birləşmədir. Ümumiyyətlə, bromlu sudan reaksiya adi şəraitdə gedir. Adi şəraitdə bromlu sudan reaksiya girir və burada birləşmə hidrogen pir abdəsi qırılır, birləşmə reaksiyasına girir. Burada birləşir. 1-2 dibrom propan. Belə olur. Və adi şəraitdə 1-2. Aydın oldu. Hansı suallardır? 91, 93, 94, 95. 91. 1,12 litr etileni 1,2 dixloroetana çevirmək üçün tələb olunan xlor qazı neçə qram xlorək duzun ərintisinin elektrolizindən alınır? 1,12 litr ilk növbədə bilək ki, bu 0,5 moldur. 22,4-ə böləndə. Etileni 1,2 dixloroetana çevirmək. Yəni, etileni yazıram. 10 üzərinə xlor 2 gəlirəm. Əmələ gələcək CH2 xlor. CH2 xlor. 1 mol üçün 1 mol xlor lazımdır. 0,5 üçün də 0,5 mol xlor lazımdır. Bu xloru da almaq üçün müraciət edirlər natri xlora. Onun ərintisinin elektrolizindən natri alınır. Bir də 0,5 mol xlor 2. Yəni, niyə 0,5 yazıram? 0,5 2-yə vurum 1 alımda sağa sol bərabərləşdirmək üçün. Və baxıram 0,5 mol xlor alınmaq üçündür. Bizə 0,5 lazımdır. Bilmirəm nə qədər natri xlor elektroliziya uğradılır. 0,5 almaq üçün 58,5 edir. Mən də görürəm ki, 0,5 0,5-dən 10 dəfə azdır. 58,5 də 10-a böləndə eləyəcək 5,85. Aydındır. Bəli, mənim. Çox sağ ol. Buyur. Sonra 93-dən 95-ə kimi. 93. Hansı reaksiya doğru deyil? 93-də hansı reaksiya doğru deyil? Elə baxıram ki, birinci doğru deyil də. Yan-yana yerləşənlərdən alken alına bilər. Axı yan-yana yerləşməyib, ortada bir CH2 var. Buradan bromlar çıxsa, buradan sikloalkan alınır. Bax, sink gəlir bromları götürür. Hardan bromlar çıxıbsa, o hissədən bunlar birləşməlidir. Onda da
bu qapalı bir quruluş əmələ gələcək. CH2, 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 3 dənə karbon atomu olan 3 dənəsini elə bir ki, yuxarıdan belə dart, o bromlar çıxan yerdən birləşdir. Onda 3 bucaq şəkildə quruluş alacaqsan. Amma digərləri yan-yana olur. Məsəl üçün Y-də yan-yana olanda 2 qat rabitəyə çevrilir. Mən dedim axı mütləq yan-yana olmalıdır. Sonra 94-də 2-3 dibrom 2 metil pentanat zinklə təsir etdikdə. Deməli 1, 2, 3, 4, 5. 2, 3 deyir, burada brom qoyuram, burada brom qoyuram və 2 metil deyir, burada metil qoyuram. Bunları yerləşdirdim. Sink metalinə təsir etdikdə, sinklə təsir etdikdə, sink gəlir bromları götür. Bu da 2 qat rabitə yaranır. Nə yarandı bizdə? Deməli, əsas zəncirdə 1, 2, 3, 4, 5, 5 karbon atomu var. Baxıram, 1, 2, 3, 4, 5, 5 karbon atomu var. İkincidə də metil, ikincidə də metil. Elə 94-də A variantı uyğun gəlir də. Digərləri bu qapalıdır, bu heç. Burada 1, 2, 3, 4, 5, 5-dir. Amma bizdə ikinci karbon atomuna birləşib 2 qat rabitə. Bu da birinci, bu da getdi. Burada 1, 2, 3, 4, 5-dir. Amma bizdə metil qrupu ikinci karbon atomuna birləşib. Burada gəlib 1, 2, 3, 4-cüyə. Bu getdi. Burada da yenə elə uyğun gəlmir. Ona görə cavab elə A variantıdır. Yazırsan, bromları götürürsən də sinkdən. Götürəndən sonra belə bir birləşmə alınır. 2 metil penten 2. Başa düşdünmü onda? Bəli, müəllimə. Bir dənə burada 93-də C variantına baxa bilərik. Baxaq. Məncə yazmışdım. Kalium brom əmələ gələcək buradan. Kalium brom. OH da gəlib ona bir yaxın olan karbondan hidrogeni götürəcək. Bir dənə də su əmələ gələcək də. Alkanların monohalogenli törəmələrə kalium OH-ın spirtdə məhlulu ilə təsir etdikdə alken alınır. Kalium gəlir, brom hara birləşibsə oradan götürür. OH da ona yaxın birləşmiş karbondan hansının hidrogeni azdırsa, ondan özünə hidrogen götürəcək. Yəni, bax, burada ona yaxın birləşmiş karbon CH2-dir. Onun içindəki hidrogeni götürəcək. Su kimi çıxdı. Kalium, brom, su. Sonra boruların da arasına, yerdə qalanın da arasına 1-2 qat rabitə qoyur bu formada. Propen. Sonra burada 95 qaldı. 2 metil propen üçün hansı ifadə doğru deyil? Deməli, 2 metil propen. Katalizator iştirakında hidrogenləşir. Bəli, alken 2 qat rabitədə hidrogenləşəcək. H-xlor olan reaksiyasından 2 xlor, 2 metil propan alır. Baxaq. Oy. İki metil propen. 1, 2, 3. 2 metil deyir. Bura qoyuram. Bu formada. H-xlor reaksiyasından 2 xlor, 2 metil propan. Hidrogeni çox alana gedəcək. Yəni bura. Halogen də hidrogeni az olana, yəni bura birləşəcək. Bir dəqiqə hidrogen burada tapdı. Belə. Buradan H-xlor reaksiyasından 2 xlor 2 metil propan doğrudur. Polimerləşir. 2 metil propen, bəli, 2 qat rabitə varsa polimerləşir. Molekulunda 2 karbon atomu sp2 vəziyyətindədir. Bəli, propen deyilsə 2 dənə karbon atomu olacaq algenlərdə. Molekulunda 10 sigma 1 rabitə. 2 metil propen deyilsə 4 dənə karbon atomu var. Bu deməli C4H8-i sigma rabitənin sayı ümumi atomdan 1 var təşkil olur. 12-dən 1 çıxanda 11 sigma edir. Amma burada 10 sigma yazıb, buna görə cavab səhvdir. Yəni, ən azından özünüz heç yazmasanız da quruluşunu açıq formada 2 metil deyir, deməli bir dənə metil radikalı var. Propen deyir, deməli əsas zəncirdə 3 karbon atomu var. Cəmi 4 karbon atomu verir. Bu da C4H8-dir. Ona görə də alfatiklərdə də ümumi atomdan 1 var təşkil edir. 11 sigma edir. Sonra var burada sual. Bildim. Çox sağ olun.
Buyur, var burada sual. Bəli, mənim 96, 97 96 bende de var. 96. Deməli, etilen və azotdan ibarət 10 litr qaz qarışığını bromlu su olan qabdan keçirdikdə qabın kütləsi 2,8 qram artıb. Yəni deyirəm, orada azot reaksiyaya girmir, azot təsir etmir, reaksiyaya girmir bromlu sudan. Ancaq etilen girir. Etilenin kütləsi 2,8 qram artıbsa, məhlulun kütləsi, qabın kütləsi 2,8 qram artıbsa, etilenin hesabına artıb. Yəni bu 2,8 etilen kütləsidir. 28 olanda etilenin kütləsi, bunun həcmi 22,4 litrdirsə, 2,8 qram olanda da 2,124 litr eləyəcək. Məndən nə istəyir? Etilen həcm payı tap. Hə, həcm payını istəyir. Hə, bu da eləyir 2,124 litr dediyim kimi. 28 qram 22,4 litrdirsə, yəni 1 moldur da, SH4-ün kütləsi mR qədəri 22,4 litrdir, 1 moldur. Məndə 2,8 qram artıq, bu elə 2,8, deməli etilenin kütləsidir. Bu da eləyir 2,124. Deyir etilenin həcm payı, yəni bu etilen var ha, 2,124. Ümumi 10 litrin içərisində neçə faizdir? 2,124 bölürəm 10-a, vururam 100-ə. Ümumində faizini tapmaq üçün bu deyəcək 22,4. Cavab A variantı. 97 də sualdır yəqin ki. Bəli, mənim. Hə. Bunun üçün manqan 4 oksidin. Biz sizdən xloridləri keçmişik də. Hardayıq? Qeyri-üzvüdən. Halogenlər keçmişik. Bəli, amma halogenləri sabaha vermişdiniz. Əslində o dəfə vermişdiniz, yazmamışdıq deyə dediniz sabah yazın verəcəksiniz. Hə. Deməli, manqan xlor 2, xlor 2, H2O. Burada 4 hidrogen, 4 hidrogen, 4 xlor, 4 xlor. Manqan 12, hamısını müəyyənləşdirdik. İndi deyir ki, 8,7 qram manqan 12 xlor tutursa qarşılıq dərsindən alınan xlorla neçə litr etileni 1,2 dixlor-etana çevirmək olar. Bunun kütləsi 87-dir. 87 qram manqan 4 oksidi çevirən zaman neçə litr etileni çevirmək olar? Hə. Bu zaman 1 mol 87 qram manqan 4 oksid xlorla reaksiyaya girən zaman 1 mol xlor 2 alınır. Məndən 8,7 qram deyir. Onda da 0,1 mol xlor alınır. Mən də bilirəm ki, alkenlərdə 1-in 1-ə nisbətində girir. Yəni 1 mol alkenə 1 mol xlor lazımdır. Burada 0,1 mola da 0,1 mol alken lazım olur. Çünki mən görürəm ki, 0,1 mol xlor alınır. 0,1 mol xlora da 0,1 mol alken lazımdır. O da həcmə çevirəndə 2,124 eləyir də cavab. Birinci tapıram 8,7 qramdan nə qədər xlor alınır? O da neçə moldursa, o qədərdən onun üçün etilen lazımdır. Etilen o da elə 0,1 mol. Həcmə də çevirəndə 0,1-i vuracağıq 22,4-ə alınacaq 2,124. Sonra Bu qədər mən 100-ə qədər yazmışdım.